1918-ci ilin martında Şamaxı sakinləri tarikin ən qanlı faciələrindən biri ilə üzləşib. Erməni silahları Bolşeviklərin dəstəyi ilə yerli əhaliyə qarşı kütləvi qırğınlar törədib. Rayon mərkəzi və ətraf kəndlər xüsusi qəddarlıqla talan edilib. Ən çox qırğınlar törədilən kəndlərdən biri də Əncəxaran kəndi olub. Kənddə olan 186 evdən 184-ü bir gün içində yandırılıb. Kənd sakinlərindən 500 nəfər qətlə yetirilib. Qətliamın birinci mərhələsi 1918-ci il mart ayının 27-sinə təsadüf etmişdi. Bakıdan Şamaxıya göndərilmiş erməni Balakan quldur dəstələri 3000-dən artıq olmaqla Şamaxı şəhərinə hücum etmiş, lakin həmin gün Şamaxıların güclü müqavimətinə görə şəhəri ələ keçirə bilməmişdilər və həmin vaxt qərargah kimi istifadə etdikləri mədrəsə kəndinə çəkilmişdilər. Lakin 2 gündən sonra mart ayının 30-da səhər saat 6-da Şamaxı şəhəri iki tərəfdən quldur hücumuna məruz qaldı. Toplardan, pulemyotlardan istifadə edən quldur dəstələri Şamaxı şəhərinə daxil olmağa nail oldular. Şəhərin ən zənginlər yaşayan Piran Şirvan məhəlləsini başdan ayağa dağıdaraq yandırdılar və əhalini amansız şəkildə qətliama məruz qoydular. Uşaqlar, qocalar, yəni fərqinə varmadan misli görünməmiş işgəncələrlə qətlə yetirildilər. Allah Teala Cəlil qatında məscid, kilsə, sinagog Allah evidir, aman evidir. Oraya pənah gəl, düşmən belə qaçıb oraya girsə, ona əl vurulmaz. İnsan psixologiyasında ona görə də bu insan müsəlmanların psixologiyasında bu var idi ki, məscidə daxil olsalar, burada əmin-amanlıq olacaq, burada bunlara xətər toxunmayacaq. Ona görə də məscidə insanlar gecə hövlanak yuxudan durmuş, o topun səsinə, o zalimların zülmündən qışqıran insanların səsinə qaça bilməyən insanlar qaçdılar, məscidə toplaşdılar və bunlar da zalimlik elədilər, məsciddə insanları diri-diri yandırdılar. Şamaxı ilə yanaşı Ağsunun şəhər mərkəzinə daxil olmaqla kəndlər erməni silahlı birləşmələrinin aramsız hücumlarına məruz qalıb. Ən dəhşətli hadisələr isə rayonun Ərəb Mehdibəy kəndində baş verib. Demək olar ki, bütün Şamaxı qəzasının tanınmış şəxslərini, başda da Səlim bəy olmaqla toplayıb bir yerdə qətliam törətmişdilər və bu soyqırım hadisəsi əslində Fövqəladə Təhqiqat Komissiyası tərəfindən sənədləşdirilib və həmin deməli komissiyanın sənədləri içərisində ən vəhşicəsinə, amansızcasına törədilmiş hadisə məhz Ərəb Mehdibəy kəndindəki Səlim bəyin və həyat yoldaşı və ümumiyyətlə oradakı Şirvanın əsilzadə şəxslərinin başına gələn hadisələr idi. Orada deməli insanları, yəni həmin sənədlərə əsasən insanları diri-diri, yəni ata qoşmaq, yəni onlara samavar yükləmək, yəni dəhşətli işgəncələr verildiyi haqqında orada sənədlər var. Və qeyd edeyim ki, bu sənədlər, həmin bu Ərəb Mehdibəy hadisələrlə bağlı sənədlər Paris Sülh Konfransında sübut kimi götürülüb və orada təqdim olunub. Ermənilər Şamaxı və Ağsu ilə yanaşı eləcə də Göyçayda günahsız insanlara zülm edərək, onlara qarşı xüsusi amansızlıqla soyqırım həyata keçirərək rayonun Bığır, Cəyirli, Potu, Qarabaqqal və Qaraməryəm kəndlərində yerli əhaliyə qarşı qəddarlıq ediblər. Bunlar yerli əhaliyə çox amansız davranıblar. Əhali demək olar ki, kənddən tamamən pərakəndə düşüblər. Qaçıblar hər yerə, kəndi yandırıblar. Demək olar ki, burada bir neçə Malakan tayfalar da rus dilli malakanlar var. Onların evlərinə dəyməmək şərti ilə bütün evləri yandırıblar. Bir də bu türk qoşunları gəlib kəndi azad eləyəndən sonra artıq əhali xəbər biləndən sonra dağlardan enib, bax gördüyünüz o yüksək dağlardan enib gəlib evlərinə sahib çıxıblar və görüblər ki, bunların bütün əmlakları yandırılıb. Və əhaliyə çox burada hədsiz dərəcədə qəddarcasına rəftar ediblər. Ermənilərin Şirvan bölgəsində törətdiyi soyqırımlardan sonra işğal edilən kənd və şəhərlərin azadlığı Türk Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi ilə mümkün olub. General-mayor Nuru Paşanın komandanlığı altında bölgəyə daxil olan qardaş ölkənin ordusunun gəlişi xalqın ümidini yenidən dirçəldib.
O dövrdə yerli əhalinin köməyinə çatan Qafqaz İslam Ordusunun komandanı Nuru Paşaya Azərbaycan Xalq Cümhuriyyəti dövründə bir müddət Daxili İşlər Naziri olmuş Məmməd Sadıq bəy Ağabəyzadə Göyçayın mərkəzində yerləşən bu evini qərargah kimi istifadə etmək üçün təqdim edib. Həmin məsələ bu evdə yerli əhalinin müdafiəsi, hərbi planların hazırlanması və erməni silahlı dəstələrinin tərk silah olunması istiqamətində mühüm müzakirələr aparılıb. Bir türk snayperçisi, snayper tüfəklə, yəni aynalı tüfək deyirlərdi. Ondan başlayıb bir-bir ermənilər atmağa. Ermənilər dağdan enib gəlirmişlər, mauzeristlər. Onların silahı mauzer olub. Həmən snayper oradan başlayıb bir-bir ermənilər vurmağa. Ermənilər görmürlər axı. Oradan qayıdıb çıxıb gediblər. Dönüş nöqtəsi Göyçay şəhəridir. Göyçay şəhərindən sonra isə Qəhrəməryəmdir. Və buradan düşmənin qoşunun başı sınıb, ermənilər qaçmağa üz qoyublar. Göyçayın Qarabaqqal, Bığır, Qarayazı, Qaraməryəm, İnçə kəndləri ərazisində gedən döyüşlərdə Türk Qafqaz İslam Ordusunun 200 əsgəri qəhrəmancasına şəhid olub, 156-sı yaralanıb. Göyçay çox böyük bir önəm daşıyan, Azərbaycan tarixində önəm daşıyan bir coğrafiyadır. Niyə görə? Ona görə ki, məhz bu ərazidə Qafqaz İslam Ordusu, milli ordunun formalaşan ilk dəstələri müvəffəq oldular erməniləri geri otuzdurmağa. Məntiqi nəticəsi də sentyabrın 15-i Bakının azad edilməsi ilə başa çatdı və tam heyətdə artıq sentyabrın 17-sində hökumət kabineti o istiqlal bəyannaməsində elan olunan məkanına Bakıya yerləşdi. Orada bir hərbi parad keçirildi Cümhuriyyət meydanında və Azərbaycan tarixində bu da bir ilk idi. Yeni dövr Azərbaycan tarixində. Ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlərin cavabı 2020-ci ilin 44 günlük vətən müharibəsində və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri zamanı verildi. Azərbaycan ordusu işğala son qoyaraq ölkənin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bu gün Azərbaycan xalqı 31 mart soyqırımı qurbanlarının xatirəsinə ehtiramla anır. Eyni zamanda tarixi ədalətin bərpası ilə əldə olunan zəfərin qürurunu yaşayır.